Salamlar. Mən biologiya müəllimi Ayşən müəllimə. Bu gün sizlərə 7-ci sinif biologiya dərsliyində köhnə dərslikdən söhbət gedir. 53-cü mövzunun məməlilərin ekoloji qrupları mövzusunun izahını verəcəyəm. Deməli, əksəriyyət abituriyentlər məməlilərin xarici quruluşu, onların daxili quruluşu, çoxalması, inkişafı haqqında öyrənirlər. Lakin məsələ məməllərin ekoloji qruplarını öyrənməyə gəldikdə bu mövzuya lazımsız mövzu kimi yanaşırlar və adətən öyrənməyə tənbəllik edirlər. Amma əziz abituriyentlər, onu qeyd edeyim ki, deməli son illərin qəbulları da göstərir ki, biz kitabda bütün detallara diqqətlə fikir verməliyik. Xüsusilə də nəzərimizdən qaçırdığımız və yaxud da oxumağa tənbəllik etdiyimiz bəzi mövzularda elə məqamlar ola bilər ki, onlar imtahanda bizim qarşımıza düşsün, çıxsın daha doğrusu və siz də burada bir çətinlik çəkəsiniz. Ona görə də mütləq bu mövzunu öyrənməmiş qəbula getməyin. Burada ilk iki cümlə bizə nəyi deyir? Balina və delfin suda yaşayır və yaxşı üzürlər. Yarasalar isə uçmalarına görə heç də quşlardan geri qalmırlar. Bununla bizə demək istəyir ki, məməlilər müxtəlif ekoloji şəraitdə yaşamağa uyğunlaşmışdır. Ayrı-ayrı məməli növləri müxtəlif ekoloji şəraitdə demək olar ki, onlara belə deyək də, hər cür ekoloji şəraitdə rast gələ bilirik. Gəlin bura baxaq. Məməlilərin müxtəlif dəstələrinin nümayəndələri eyni mühit şəraitinə uyğunlaşma ilə əlaqədar oxşar xüsusiyyətlərə malik olurlar. Keçirdiyi həyat tərzinə görə onları bir neçə ekoloji qrupa bölürük. Əsas böyük ekoloji qruplar hansılardır? Quruda yaşayan məməlilər, birazdan qeyd eləyəcəyik. Suda yaşayan və yarım su həyat tərzi keçirən məməlilər, bu ikinci ekoloji qrupdur. Üçüncü ekoloji qrup isə uçan məməlilərdir. Deməli, məməlilər 3 böyük ekoloji qrupa bölürük. Bir də deyirəm, quruda yaşayan məməlilər, birazdan qeyd eləyəcəyik. Suda və yarım su həyat tərzi keçirən məməlilər, bir də uçan məməlilər. Deməli, quruda yaşayan məməlilərin özünü də bir neçə ekoloji qrupa bölürük. Quruda yaşayıb torpağın üzərində gəzənlər, torpaq üzərində yaşayanlar. Quru deyəndə torpaq qatında bir qismi torpaq qatında yaşayır, bir qismi isə ağaclarda yaşayır. Fikir versinizsə, quruda yaşayan məməlilər də bir neçə qrupa bölündü. Bunlar arasında torpaq üzərində yaşayanlar, bəziləri torpaqda, yəni torpaq qatında daha doğrusu yaşayır. Bəziləri isə dedi ki, harda yaşayır? Ağacda. Gəlin əvvəlcə quruda yaşayan məməlləri və onun özünün bölündüyü ekoloji qrupları araşdıraq. Sonra biz keçərik suda və yaşayan və yarımsu həyat tərzi keçirən məməlilərə. Deməli, torpaq üzərində yaşayan məməlilər. Bunlar əsasən torpaq üzəri deyəndə nəyi nəzərdə tuturuq? Bunlar əsasən harda yaşayır? Meşələrdə və açıq sahələrdə məskunlaşırlar. Bu heyvanlardan mütənasib quruluşlu bədən, yaxşı inkişaf etmiş, uzun ətraflar və əzələli boyun olur. Baxın, bu xüsusiyyətləri mütləq yadınızda saxlayırsınız. Mütənasib quruluşlu bədən, yəni bədən nisbətləri bir-birinə mütənasibdir, bədənin ayrı-ayrı hissələri, inkişaf etmiş və uzun ətraflar və əzələli boyun olur. Bu da torpaq üzərində yaşadıkları üçündür. Çünki bunların əksəriyyəti qaçmaqla, yeriməklə və tullanmaqla hərəkət edirlər. Bax, bu uzun ətraflar ona xidmət edir. Görürsünüz nə deyir? Qaçmaqla, yeriməklə, tullanmaqla hərəkət edirlər. Açıq sahədə yaşayırlarsa, bunların həmçinin də əzələli uzun boyunları olur. Quruda yaşayan heyvanlar içərisində ot yeyən məməlilər üstünlük təşkil edir. Deməli, quru məməlilərin içərisində üstünlük təşkil edən ot ilə qidalanan məməlilərdir. Bunlar arasında var cütdırnaqlılar dəstəsinin nümayəndələri, var təkdırnaqlar dəstəsinin nümayəndələri. Cütdırnaqlar dəstəsinin nümayəndələrinə burada bizə nümunələr göstəriblər. Bura daxildir, məsələn, inək, keçi, qoyun, antilop, maral, zürafə. Bunlar ot yeyən cütdırnaqlı və torpaq üzərində yaşayan məməlilərdir. Quruda yaşayan məməlilərdir. Böyük ekoloji qrup olaraq quru məməlilərdir və quru məməlilər, burada yaşayan məməlilər də biz 3 qrupa bölmüşdük. Onlardan deməli biri torpaq üzərində yaşayan məməlilər idi. Bu adlarını çəkdiyimiz məməlilər də məhz torpaq üzərində yaşayır. Sonra burada var təkdırnaqlar. Təkdırnaqlardan at, zebr və eşşəyi misal göstərib bizdə. Sonra qeyd olunub ki, həm də dovşan kimilər də ot yeyənlərə aiddir. Axı qeyd elədik, quru məməlilərin əksəriyyəti dedik, çoxsu daha doğrusu, deməli otla qidalanır. Deməli, dovşan kimilər də quruda yaşayan məməlilərdir və hətta quruda yaşayır və torpağın üzərində yaşayır. Bax, görürsünüz, kiçik ekoloji qrup kimi də torpaq üzərində yaşayan məməlidir. Bir də qeyd edeyim, böyük ekoloji qrup kimi də deməli quruda yaşayan məməlidir. Quruda yaşayan məməlilərdən torpaq üzərində yaşayan məməlilər
dovşan kimilər ot yeyənlərə aiddir. Deməli, burada qeyd olunub, şikarını təqib edən və sürətlə qaçan bəzi quruda yaşayan, torpaq üzərində yaşayan məməlilər var. Məsələn, canavar, heypart kimi quru yırtıcılarında bunlarda ətraf uzun olur. Bu sürətli qaçışla əlaqəlidir və şikarı təqib etməklə bağlıdır. Bunun əksinə olaraq, bir dəqiqə mən bunu silim. Bunun əksinə olaraq şikarını pusan, yəni pusuya yatan belə deyək və təqib etməyən kimdir bu? Pələng və vaşaq. Bax, mütləq bunları yadınıza saxlayın. Onlarda isə ətraflar nisbətən necə olur? Qısa olur. Deməli, bir də deyirik, pələng və vaşaqda ətraflar qısadır. Çünki onlar, belə deyək də, şikarını pusub təqib etmirlər. Amma şikarını təqib edən, sürətlə qaçan canavar və heypantda isə ətraflar uzun olur. Gəmiricilərin bəzilərində və dovşan kimlərdə arxa ətraflar uzun, ön ətraflar isə qısa olur. Düşünürəm ki, hər biriniz həyatınızda bir dovşan görmüsünüz və orada dovşanın da arxa ətraflarının ön ətraflarından nisbətən uzun olduğunu da görmüsünüz. Burada verilib, məsələn, antilopun şəklin. Antilop quruda yaşayan, torpaq üzərində yaşayan məməlidir. Zebr da demək, tək dırnaqlara aiddir. Quruda yaşayan, torpaq üzərində yaşayan məməlidir. Antilop cüt dırnaqlı, zebr tək dırnaqlıdır. Koala isə ağacda yaşayan məməlidir, amma onun şəkli də burada verilib. Sonra gəlin keçək növbəti səhifəmizə. Deməli, burada bizə nə verilib? Burada isə quru məməllərlə ağacda yaşayan məməllər verilib. Deməli, bəzi məməllər quruda yaşasa da, onlar torpaq üzərində yox, məhz ağaclarda məskən salırlar. Ağacda yaşamaqla əlaqədar da bu məməllərdə bəzi uyğunlaşmalar təbii ki, olmalıdır. Ağacda yaşayan məməllərdə tutucu pəncələr, sonra ilişkən quyruq müşahidə olunur. Bir də deyirik, bəzi məməlilər ağacda yaşayır. Ağacda yaşayan məməlidə ağacdan tutmaq üçün mütləq onlarda bir uyğunlaşma olmalıdır. Tutucu pəncələri, bəzilərində, məsələn, bəzi deməli primatlarda bu ilişkən quyruğu biz görə bilərik. Məsələn, lemur kimi ilişkən quyruqları olur. Ağacda yaşayan məməlilərə primatlar dəstəsinin bir çox nümayəndələri. Bax, görürsünüz, burada qeyd olunub meymunlar və yarım meymunlar. Onların da tutucu əl pəncələri var və eyni zamanda ilişkən quyruqları olur. Və bir çox deməli dəstəsinin bir çox nümayəndələrini və bəzi gəmirici və kisəlləri aid etmək olar. Bayaqları kisəllərdən koalanı məsələn dedik və gəmiricilərin də bəzi növləri ağacda yaşaya bilirlər. Məsəl üçün, biz ağacda yaşayan hansı gəmiricini deyə bilərik? Məsələn, dələni deyə bilərik. Düşünürəm ki, dələ də ağacda yaşayır. Sonra keçək harda? Torpaqda yaşayan məməllər. Bunlar da quru məməllərdir və bunlar artıq torpaq qatında yaşayan məməllərdir. Torpaq üzərində yox. Torpaqda yaşayan məməllərin, deməli, baxın, görürsünüz, burada köstəbəyin şəkli verilib. Onlarda da yəni torpaq qatında yaşamaqla əlaqədar olaraq bəzi uyğunlaşmalar var. Baxın, köstəbəyin burada gözləri yoxdur. Köstəbəyin gözləri, deməli, rudiment halında, qalıq halında qalıb. Eyni zamanda həm də eşitmə orqanları, eyni zamanda quyruqları qısadır və qalıq halında qalıb. Bu məlumat təbii ki, kitabımızda yazılıb. Gəlin, baxaq görək orada bu hardadır. Baxın, fikir verin. Torpaq həyat tərzi ilə əlaqədar bunların bədənləri də qısadır və uşaqlar, bədənin üzəri tük örtüyü ilə örtülü və tük örtüyü çox sıxdır. Baxın, görürsünüz, burada da yazıb. Xəzləri qısadır və sıxdır və tükləri o qədər yumuşaq və hamardır ki, asanlıqla torpağın altında açdıqları oyuqlardan sürüşərək keçə bilirlər. Heç də çətinlik çəkmirlər, yəni. Sonra dedik ki, bunların boyunları kənardan baxanda boyunları demək olar ki, seçilmir. Sonra bunların gözləri və qulaqları və hətta quyruqları da qalıq halında qalmışdı, yəni rudimentdir, qalıq halında olur. Bunlar torpaq qatında, deməli, görürsünüz, köstəbəyin geniş şəklinə bir də baxaq. Qazıcı ətrafları var, xüsusən də ön ətrafları qazıcı xüsusiyyətə malikdir. Bəzən də dişləri vasitəsilə qaza bilirlər. Qazıcı ətrafları sayəsində torpaq altında xüsusi yuvalar, oyuqlar açırlar və torpaq altında olan həşəratlarla, onların sülfələri ilə və s. yumurtaları ilə qidalanırlar. Bura, yəni torpaqda yaşayan
Torpaqda qazıcı həyat tərzi keçirən məməlilərə biz aid edirik nəyi? Köstəbəyi. Köstəbəkdən başqa burada yerəşənin də şəkli var. Eyni şey yerəşən, eyni xüsusiyyətlər yerəşənə də aiddir və gəmiricilərin deyir bir çoxunu, xüsusilə də bax burdan görürsüz sünbül qıranları, çöl çıçanlarını da biz bura aid edə bilərik. Deməli, bunlar həyatının böyük əksəriyyət hissəsini torpaq altında keçirirlər və burada yollar açırlar. Bunu da qeyd eləmiş olduq. Artıq biz quruda yaşayan məməliləri yekunlaşdırdıq. İndi keçirik deməli növbəti ekoloji qrupa. Bu ekoloji qrup deməli bir dəqiqə. Bu ekoloji qrup suda yaşayan deməli məməlilər verilib burada. Bir dəqiqə görək. Aha. Suda yaşayan və yarım su həyat tərzi keçirən məməlilər. Deməli, məməllərin bəzi nümayəndələri həyatını suda keçirir, digərləri isə quru ilə əlaqəsini kəsmirlər. İndi bu cümlənin mahiyyətini biz araşdıracağıq. Deməli, burada fikir versiniz, həm suda yaşayan verib bizdə, bir də yarım su həyat tərzi keçirən məməlilər verilib. Birinci gəlin suda yaşayan məməllərə baxaq. Suda yaşayan məməllər həyatının böyük əksəriyyət hissəsini suda keçirir. Bunlardan bəziləri ümumiyyətlə sudan kənara çıxmırlar. Yəni bütün həyatı boyu, həyatı proseslər onlarda suda gedir. Bura misal olaraq biz delfini, balinanı göstərə bilərik. Burada da eyni zamanda kaşalotu da misal göstərmək olar. Burada kaşalotun da şəkli var. Göy balina, kaşalot, delfin. Bunlarda bütün həyatı proseslər su mühitində gedir. Və bunlar suda yaşayan məməlilərdir. Eyni zamanda gəlin baxaq görək burada nə deyir burada. Su həyat tərzi əlaqədar olaraq onların bədən formaları balıqlardakı kimidir. Bu da konvergensiya ilə əlaqədardır. Mühit şəraiti onlarda bədən formasının deməli balıq bədən quruluşuna oxşadır. Ətrafları suda hərəkətə xidmət edən üzgəclərə və pərlərə çevrilmişdir. Belə ki, məsələn, balinanın arxa ətrafları ümumiyyətlə yoxdur. Ön ətrafları pərlərə çevrilmişdir. Sonra gəlin bura baxaq. Sonra su mühitində bədənin soyumaması üçün bədəndə qalın piy qatı vardır bunlarda. Balina ilə delfin bayaq da qeyd elədiyimiz kimi eyni zamanda kaşalot quru ilə əlaqəsini tamamilə itirmişdir. Onlar quruya çıxmırlar. Lakin fikir verdinizsə burada su itinin adını çəkmədim də mən. Yəni birazdan deyəcəyəm onu. Deməli hərəkət orqanı bunlarda quyruq üzgəcidir. Ön ətrafı üzgəcə çevrilmiş, arxa ətrafları ümumiyyətlə yoxdur. Və balinaların, kaşalotların, delfinlərin tük örtüyü yoxdur. Amma su məməllərindən bir də su itinin adını burada qeyd ediblər. Su iti məsələn kürəyəxlar dəstəsinin nümayəndəsidir. Onlar həyatlarının müəyyən bir hissəsini suda keçirsə də əksər hissəsini, belə deyək, çox hissəsini əslində suda keçirirlər. Amma bəzən quruya da çıxırlar. Çünki quru ilə əlaqələrini kəsməyiblər. Onlar 3 səbəbdən quruya çıxırlar. Deməli dincəlmək üçün quruya çıxa bilərlər. Tük tökmək, tük dəyişmək, tüləmək üçün, bir də balalamaq üçün quruya çıxa bilirlər. Amma yenə də qeyd edirəm, kaşalot, balina, delfin, bunlar isə ümumiyyətlə heç vaxt quruya çıxmır. Kaşalot, balina, delfin də su məməlisidir, su iti də su məməlisidir. İndi fikirləşərsiniz ki, niyə su itini də su məməlilərinə aid edirik? Onu yarım su məməlilərinə aid etmirik. Ona görə ki, su iti həyatının böyük hissəsini, baxın burada fikir versiniz, əksər hissəsini suda keçirir. Yalnız 3 səbəbdən quruya çıxır. Amma indi gəlin yarım su məməlilərinə biz baxaq. Yarımsu həyat tərzi keçirən məməlilər. Baxın, burada qeyd olunub. Yarımsu həyat tərzi keçirən məməlilər. Deməli, yarımsu həyat tərzi keçirən məməlilər bunlara ki, hansı məməllər aiddir? Bura aiddir ördək burun, yuxarıda şəkli qeyd olunub, indi açıb baxarıq. Bura aiddir gəmicilərdən ondatra, bura aiddir qunduz, kitabımızda qeyd olunan. Bunlar niyə yarımsudur? Bunlar həyatının deməli su iti kimi əksər hissəsini suda keçirmirlər. Ona görə də bunlar az hissəsini suda keçirirlər. Ona görə də bunlara yarımsu məməliləri deyilir. Onlar suda yaxşı üzür və quruda da sərbəst gəzirlər. Ördək burnunun ətraflarında barmaqlar arasında burada diqqətlə baxsanız görərsiniz ki, üzmə pərdəsi var. Quyruq suda sükan funksiyasını yerinə yetirir. Tük örtüyü də yaxşı inkişaf etmişdir. Xəzi ördək burnunun burada şəklini açdım. Görüm açılacaq. Bir dəqiqə. Şəkli açılmadı. Bir dəqiqə. İndi açıldı. Deməli, görürsünüz burada ördək burnu. Bildiyimiz kimi ördək burun ilk məməlilərə aiddir. Deməli, yumurta qoymaqla çoxalır və yumurtasının üzərinə 2-3 dənə yumurta qoyur və üzərində kürt yatır. Bunun baxın, fikir verin, bu ağız hissəsi ördəyə xatırladır. Ona görə də buna ördək burun deyilib. Yarımsu məməlisidir. Burada diqqətlə baxanda barmaqları arasında üzmə pərdəsini görmək olur. Quyruğu da suda üzərkən sükan rolunu oynayır. Amma yaxşı üzürlər bunlar suda.
Sonra gəldik hara? Gəldik uçan məməlilərə. Bu qrupa yarasalar dəstəsi aiddir və yarasaların da bir çox növləri var. Deməli, əvvəllər kitablarda qeyd olunurdu, ancaq indi kitabımızda bunlar qeyd olunmur. Məsələn, enli qulaq yarasa var, sonra məsəl üçün var, su şəppərəsi, nə bilim, iri qanad, vampir yarasa və sairə də müxtəlif yarasa növləri vardır. Bunlarda ön ətraflar quşlardakı kimi qanadlara çevrilmişdi. İndi o biri digər səhifədəki şəkildə daha yaxşı verilib. Eee Deyəsən elə bu şəkildə o. İndi baxarıq ona. Deməli, bədənin yan hissələrindən başlayan uçma pərdəsi bədənin yan hissələrindən başlayır və ön ətrafın uzanmış barmaq falanqalarını, sonra arxa ətrafı və quyruğu əhatə edir. Bir də deyirik, bax hardasa bax çiyin hissəsindən başlayan bu pərdə gəlir, ön ətrafın uzanmış barmaqlarını əhatə eləyir, oradan gəlir, arxa ətraflara və quyruğa qədər gəlib çıxır və uçma ilə əlaqədar quşlardakı kimi bunların da döş dili var. Bu bir növ havada havanı yararaq, yəni yarasanın uçmasını təmin edir. Bunlarda da quşlar kimi döş əzələləri uçma ilə əlaqədar güclü inkişaf etmişdir. Adətən həşəratla qidalanır, ancaq bəzi deməli vampir yarasalar var ki, onlar qan soğuraraq qidalanırlar. Onlar tropik iqlimdə yaşayırlar. Deməli, sonra biz başqa nə deyə bilərik? Bəziləri quş kimi fəsil miqrasiyası edərək qışlamaq üçün isti ölkələrə gedirlər. Yarasəslərin delfinlər kimi exolokasiya qabiliyyəti vardır. Yəni özlərinə ultrasəslər buraxırlar və onları eşitmək üçün iri qulaq heyvanları da vardır. Gəlin yarasanın şəklini açaq görək. Yarasanın şəkli açılırmı? Baxın burada. Aha, indi gəlin yarasaya baxaq. Bax görürsünüz, burada qulaq heyvanı çox yaxşı deməli iri qulaq heyvanları var. Özlərindən ultrasəslər buraxırlar. Gedir havada həşərata dəyir, maneəyə dəyir. Maneə də belə deyək də bunlar ən çox həşəratla qidalanırlar və gündüzlər mağaralarda olur və gecə həyat tərzi sürürlər adətən. Dincələrkən də fikir verirsiniz, arxa ətrafları 5 barmaqlıdır və caynaqları da var ucunda. Onunla deməli hər hansı bir dayağa özlərini ilişdirirlər və başaşağı vəziyyətdə dayanırlar. Yarasanın ümumi 20 barmağı var. Arxa ətraflarda da 5-5. Arxa ətraflar pərdədən kənardır və arxa ətraflarda 10 barmaq, 10 caynaq var. Ön ətraflarda isə fikir verirsiniz, buradan baş barmaqlar pərdədən azaddır və ucunda da caynaq vardır. Digər deməli hər ön ətrafda 4 ədəd olmaqla 8 uzanmış barmaqları var. Baxın, burada pərdə kimi görsənən əslində bunlar onun ön ətraflardakı uzanmış barmaqlarıdır. Deməli, bir ön ətrafın 5 barmağından biri baş barmaq pərdədən kənardır. Yerdə qalan 4-ü isə pərdənin içərisində uzanmış barmaqlardır. Bu arada məməlilərdən deməli, ən böyük barmaq falanqalarına malik olan elə yarasalardır. Fikir versiniz, bunda üzərində də tük örtüyünü müşahidə etmək olur. Sonra başqa, bu bizim kitabımızda verilən məlumatlardır. Burada da uçan məmələr haqqında bu qədər. Artıq digər səhifədə deməli keçir digər mövzuya. Sonra burada